يا أيها الذين آمنوا إذا نودي للصلاة من يوم الجمعة فاسعوا إلى ذكر الله وذروا البيع ذلكم خير لكم إن كنتم تعلمون. الحمد لله إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا. من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له. نشهد أن لا إله إلا الله ونشهد أن سيدنا محمدا عبده وحبيبه ورسوله. أما بعد فيا عباد الله اتقوا الله وأطيعوه إن الله مع الذين اتقوا والذين هم محسنون. قال الله تعالى في كتابه الكريم: أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم. ولو أنا كتبنا عليهم أن اقتلوا أنفسكم أو اخرجوا من دياركم ما فعلوه إلا قليل منهم. قال رسول الله صلى الله عليه وسلم: رباط يوم وليلة خير من صيام şehri ve qiyamihi. Əziz müsəlmanlar, aləmlərin Rəbbi və bizlərə hər cür nemət verən Allah-u Teala'ya həmd edər. Ondan yardım və bizləri hidayətdə sabit tutmasını istəyirik. Ona şükür edər, ondan əfv diləyər və ona tövbə edərik. Nəfslərimizin şərlərindən və əməllərimizin pisliklərindən Allaha sığınırıq. Allahın hidayətə çatdırdığını kimsə yolundan ayıra bilməz. Allahın üz çevirdiyinə də kimsə hidayət verə bilməz. Ey Allahın qulları! Sizlərə və özümə hər şeyə qadir olan uca Allaha qarşı təqvalı olmağı və Rasulullah sallallahu aleyhi və səlləmin yolundan getməyi tövsiyə edirəm. Rəbbimizin bizlərə, xalqımıza hədiyyə etdiyi bu vətən əsrlər boyu İslamın yaşandığı torpaqlardandır. Tarixi qaynaqlarda silah gücü olmadan ərəblərdən sonra İslamı kütləvi şəkildə qəbul etdiyi ikinci xalq bizik. Bu din, bu vətən və azadlığımız Rəbbimizin bizə olan nemətidir. Onları qorumaq, müdafiə etmək, şükrünü əda etmək bizim üzərimizdəki olan borcdur. Vətən sevgisi azadlıq fitrətimizdə olan və imanı kəmala çatdıran əlamətlərdəndir. Hubbul vətən minəl iman. Vətən sevgisi imandandır. Şüarının tarixi boyu İslam mədəniyyətində zərb-i məsəl halında günümüzə kimi gəldiyi danılmaz bir həqiqətdir. Dilimizdəki vətən sözü ərəb dilindəki vətənə kəlməsindən götürülmüş və hərfi mənası bir yeri özünə yurd etmək deməkdir. Qur'an-ı Kərimdə vətən sözü keçməsə də onun sinonimləri olan məvatin, dar, diyar və bələd kəlmələri keçməkdədir. İslamiyyətdə vətən sevgisinin və vətəndə azad olmağının dəyəri haqqında ilk nümunə Hz. Peyğəmbərin sallallahu aleyhi və səlləmin öz doğma vətəni olan Məkkədən çıxarılması və bu əsnada kədərli bir halda uzaqdan Məkkəyə baxaraq söylədiyi sözlərdir. Vallahi sən Allahın yaratdığı yerlərin ən xeyirlisi, Allah dərgahında ən sevimlisən. Səndən çıxmaq məcburiyyətində qalmasaydım, çıxmazdım. Mənim üçün səndən daha gözəl, daha sevimli yurt yoxdur sözlərini görməkdəyik. Bunun müqabilində uca Allahdan gələn ayələr bunlardır. İnnellezî ferada aleykel Qur'an leradduke ilə ma'ad. Ey Peyğəmbər, şübhəsiz Qur'anı oxumağı və təbliğ etməyi sənə fərz buyuran Allah səni qaydacağın yerə, Məkkəyə mütləqə qaytaracaqdır buyruğuyla Allahın Rasulunun sallallahu aleyhi və səlləmin təkrar öz vətəninə geri qayıdacağını müjdələmişdir. Dəyərli müsəlmanlar, Allah-u Teala Bəqərə surəsinin 190-cı ayəsində buyurur ki: Bismillahirrahmanirrahim. وَقَاتِلُوا فِي سَبِيلِ اللّٰهِ الَّذ۪ينَ يُقَاتِلُونَكُمْ وَلَا تَعْتَدُوا اِنَّ اللّٰهَ لَا يُحِبُّ الْمُعْتَد۪ينَ. Sizinlə vuruşanlara qarşı siz də Allah yolunda vuruşun və həddi aşmayın. Şübhəsiz ki Allah həddi aşanları sevmir. Allah-u Teala'nın müminlərə öz vətənlərini müdafiə etmələrini və azadlıqlarını qorumağı əmr etdiyini görürük. Vətən sevgisi və müstəqilliyi qorumaq o qədər dəyərlidir ki, Peyğəmbər Əfəndimiz sallallahu aleyhi və səlləm bir hədisində və vətənin müdafiəsi üçün sərhədlərdə növbə tutanlara belə müjdə verməkdədir. İki göz vardır ki, cəhənnəm alovu onlara toxunmaz.
Birincisi, Allah qorxusundan ağlayan göz. İkincisi isə gecəsini Allah yolunda növbə tutaraq keçirən göz. Allah Resulü başqa bir müjdəsində buyurur ki, Ribadu yevmin və leyletin xayrun min siyami şəhri və qiyamihi. Allah rızası üçün bir gün ribadda olmaq, sərhəddə keşiş çəkmək, bir ay oruç tutmaq və gecənin namazı qılmaqdan daha xeyirlidir. Bu şəkildə keçən başqa bir hədisdə isə Allah rızası üçün bir gün ribadda olmaq, sərhəddə keşiş çəkmək dünya və dünyanın içindəkilərindən daha xeyirlidir buyurmaqdadır. Dəyərli müsəlmanlar, bildiyiniz kimi mayın 28-i dövlət bayramlarımızdan olan vətənimizin müstəqilliyi günüdür. Müsəlman dövlətlərinin şərqində Allahın izni ilə ilk dəfə əsarətdən qurtularaq azadlığını elan etmiş xalq biz olmuşuq. Allah-u Teala müstəqilliyimizi daim etsin. Namusumuzu, iffətimizi, şərəfimizi, ordumuzu, yurdumuzu və azadlığımızı bəlalardan mühafizə etsin. Ələ innə əhsənəl kələm və əbləğən nizam kələmullahil məlikil əzizil əllam kəmə qalə Allahu təbarək və təalə fil kələm və izə quri'əl Qur'an fəstəmi'u ləh və ənsitu ləalləkum turhamun. Ə'udhu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. İnnəd-dîne indəllâhil İslam. Elhamdülillahi hamdel kamilin ve salatu ve selamu ala Resulina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Allahu Teala İnna Allah ve melaiketehu yusalluna alen nebi. Ya eyyühellezine amenu sallu aleyhi ve sellimu teslima. Allahümme salli ala seyyidina Muhammed ve ala ali Muhammed. A'udhu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. İnna Allah ya'muru bil adli vel ihsani ve ita'i zil qurba ve yenha 'anil fahşai vel munkari vel bagyi ya'izukum la'allakum tezekkerun.